Var şəriət mərtəbəsi, var marifət mərtəbəsi, var həqiqət mərtəbəsi. Şəriət klassik İslam dinində olan insanların şəriətlə yaşanma halıdır. Yəni bu haramdır, bu halaldır, o olar, bu olmaz. Hə və yoxlardan ibarətdir. Konstitusiyadır. Daha sonra gəlir marifət mərtəbəsi. O dövrdə də marifət mərhələsinə yüksələn bir insan az tapılırdı. Yəni belə düşün ki, 8 milyardda 80 nəfər falan. Marifət sözü ərəbcədə marif sözündən gəlib, elm, təhsil, mədəniyyət bu mənaları verir. Marifət mərhələsinə düşən bir insan artıq həlimləşir, yumuşalır, azad olur. İnsanlara pis gözlə baxmır, insanları qırmır, incitmir, müharibə düşünmür. Artıq o hər şeyi elmdə görür. Amma bu elmin sonu da onu Allahı tanımağa aparır. Desə aqilləşməyə nəzərdə tutur. Aqilləşir də, kamil insana çevrilir. Hə. Və marifət əhli ilə normal şəriət əhlinin böyük bir dəyər fərqi vardı. Yəni marifət əhli tam ayrı prizma ilə həyata baxır. Məsələn İbn Sina, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mövlana, Şəms Təbrizi, bunların hamısı marifət əhlidir də. Yəni ustad leveldadılar. Məsələn onlara gedib desən ki, biri gəldi sənin telefonunu oğradı, deyəcək nə olacaq? O da mənəm. Ancaq bu cavabı verəcək sizə. Marifət əhlində olan bir insanın şəriətdən böyük dəyərlər fərqləndirir. Marifət mərtəbəsini keçəndən sonra ki, bunlar mərtəbələrdir və əvvəllər mədrəsələrdə bunlar öyrədilirdi.